bugün İskəndərnamə əsərini, həm şərəfnaməni, həm də iqbalnaməni keçməliyik. Ona görə diqqətlə qulaq asın, həm şərəfnamə, həm də iqbalnamə. Əvvəlcə başladıq şərəfnamədən, yəni birinci hissədən. Onu qeyd aparım ki, şərəfnamə İskəndərnamənin birinci hissəsidir. İqbalnamə tali kitabı isə ikinci hissəsidir. Şərəfnamədə nədən başlayır? Ümumiyyətlə poemalarımız həm Nizami Gəncəvi, həm ondan əvvəl, həm də Nizamidən sonra bütün poemalar, klassik poemaların hamısı ənənəvi girişlə başlayır. Bütün poemalar nə ilə başlayır? Ənənəvi girişlə. Ənənəvi giriş o deməkdir ki, bütün poemalarda, klassik poemalarda minacat olur, yadınıza salın, minacat, Allahın tərifi, böyüklüyü, bir. İkincisi nət olur. Nət nə idi? Peyğəmbərimizin tərifi. Üçüncüsü məthiyə idi, hökmdarın tərifi. Dördüncüsündə fəxriyə. Əslində bizim şərəfnamə adlı hissəmiz bunu ilə başlayır. Yəni ənənəvi girişlə başlayır. Və sizin kitabınızda isə 10-cu sinifin dərsliyində isə poemamız, yəni İskəndərnamə poeması başlayır İskəndərin Cahangirlik tarixi ilə. Dastanın xülasəsi İskəndərin Cahangirlik tarixi ilə. Bu nədir? Yadda saxlayaq ki, bu sayılır kompozisiyanın ünsürü proloq var idi. Bəlkə yadınıza düşər. Kompozisiyanın ünsürləri var idi. 5 ünsürdən biri nə idi? 5 ünsürdən biri proloq idi. Bunu proloq saymaq olar. Görək necə başlayır. Əslində əsər fars dilindədir. Əsəri tərcümə eləyən Abdullah Şaiqdir. Bir də Mikail Rızaquluzadədir. Yəni bizim poema fars dilindədir. Poemanı tərcümə eləyən kimdir? Abdullah Şaiq. Bir də Mikail Rızaquluzadə. Adını yadda saxlayan bunları. Tərcümə eləyəndən. Əsər fars dilindən tərcümə olunur. Şərəfnamə əsərinin kompozisiyası, hələ süjet xətti yox ha, kompozisiyası belə başlayır. Dastanın xülasəsi, İskəndərin Cahangirlik tarixi. Əsərdə göstərilir ki, yəni o proloq dediyimiz hissədə göstərilir ki, Nizami bu əsəri bir şux dastan adlandırır, özünü adlandırır, şux dastan adlandırır. Bu bir. İkincisi, Nizami göstərir ki, bu əsəri yazarkən müxtəlif mənbələrdən istifadə edir. Görək hansı mənbələrdən istifadə edir? İstifadə edib müxtəlif dillərdən tərcümə, bir. İkincisi, tarixi mənbələrdən istifadə edib, iki. Yahudi, Nəsrani, Pəhləvi. 5 ayrı-ayrılıqda mənbələrdən, ən azı 5 mənbədən istifadə edir. Yəni, Nizami bu əsər yazarkən neçə mənbədən istifadə edib? Ən azı 5. Tarixi mənbələr, müxtəlif tərcümə əsərləri, sonra olacaq Yahudi, Nəsrani, Pəhləvi. Deməli, 5 dənə ayrı-ayrılıqda ən azı mənbədən istifadə edir bu əsəri yazanda. Və bunu proloq hissəsində, əsərin proloq, kompozisiyanın ünsürü olan proloqda verir. Sonra, əsərin proloq hissəsində müəllif göstərir ki, mən bu əsəri, yəni İskəndərnamə əsərindən, şeirimdən bəzəkli donu açsaydım, burada bəzəkli don məcazi mənadadır. Yəni, bunu artırmasaydım, bənzətmələrlə, ümumiləşdirmədən artırmasaydım, bir vərəqlə yazmaqla bitirərdim. Deməli, o İskəndərin tarixin neçə vərəq yazmaqla bitirərdim? Bir vərəq. Şeirdə də belə deyir. Yəni, əsərdə də belə deyir. Şeirimdən açsaydım bəzəkli donu, bir vərəq yazmaqla bitirəydim mən. Deməli, burada bəzgib əsəri. Bəzəmək burada məcazi mənadadır. Əsəri böyüdüyüb. Bu İskəndərnamə əsəri Nizami Gəncəvinin təxəyyülünün məhsuludur. Yəni, özü burada tarixdə siz keçmişsiniz, Makedoniyalı İskəndər. Həmin İskəndərdən yararlanıb, amma burada həmin İskəndərin təxəyyülü ilə özü dəyişib. İskəndəri dəyişib ağa. Tarixdə keçdiyiniz tamamilə həmin İskəndər deyil. Fərqli bir İskəndər yaradır. Yadda qalar. Bunu da dedik. Sonra burada Nizami deyir ki, İskəndərdən bəhs eləyəcəm və İskəndər dünyanın dörd bir tərəfin gəzib. Dörd bir tərəfin olub İskəndər. Dörd bir tərəfində olub. Və olduğu ərazilərdə də, hətta olduğu ərazilərdə də 20 yaşında olarkən hökmdarlığa çatıb, 27 yaşında olanda peyğəmbərliyə çatıb. Bunu yadda saxlayaq. 20 yaşında olanda hökmdarlığa çatıb, 27 yaşında olanda isə peyğəmbərliyə çatıb. Və bu
Hindistandan Yunana qədər, Hinddən Yunana qədər, şimaldan cənuba qədər olan bütün əraziləri hamısını bərpa elətdirib. Bu da göstərir ki, İskəndər həm ədalətli hökmdar olacaq, qarşıda bunun haqqında danışacaq. Həm də ki, İskəndər tutduğu əraziləri, işğal etdiyi əraziləri belə deyək, hamısında sülhü bərqərar edib, həm də bərpa elətdirib. Deməli, Hindistandan Yunana qədər, şimaldan cənuba qədər, yəni şərqdən qərbə qədər, şimaldan da cənuba qədər olan bütün yerləri nə edib? Bütün yerləri hamısını bərpa elətdirib. Hətta deyirlər ki, Dərbəndi də kim qurub? İskəndər tikdirib. Dərbənd bildikcə tarixi torpaqlarımızdan biri olan Dərbəndi. İndiki Dərbənd qalasında kim tikib? İskəndər tikib. Amma bilirsiniz ki, tarixdə belə bir söhbət olmuyor. Təsəvvür edin ki, İskəndər dünyada hətta dağlara, çöllərə çarə tapdı. Amma ölümün əlində qaldı biçarə. Biçarə nə deməkdir? Çarəsiz qaldı. Deməli, nə dedi? Dedi ki, İskəndər hər bir şeyə çarə tapdı, amma bircə dənə ölümün əlində qaldı biçarə. Çarəsiz qaldı. Ölüm, yəni ölümün qarşısında artıq çarəsiz qalır. Bu dediyim hissə 10-cu sinifin dərsliyində dastanın xülasəsi İskəndərin Cahangirlik tarifi olan məsələsindədir. Bu bir. Gəldi sujet xəttinə. Sujet xəttinə təzə başlayıram. Sujetin neçə mərhələsi var idi? 5. Onlardan birincisi ekspozisiya. Görək ekspozisiya necə başlayır? Göstərilir ki, ekspozisiyada dastanın başlanğıcı adlı bölmə ilə başlayır. Verilir ki, əsərdə Feyləqus adlı bir hökmdardır. Hökmdarın adı Feyləqusdur. Yadda saxlayaq. Yəni siz tarixdə film keçmişsiniz. Burada isə adı nə deyir? Feyləqus. Feyləqus adlı bir hökmdardır. Həmin hökmdar ədalətli bir hökmdardır, Feyləqus. Ədalətli hökmdardır və Feyləqus özü əslən Makedoniyalı idi. Özü əslən doğma vətəni Makedoniyalıdır. Özü isə Yunanistanın hökmdarıdır, Yunan hökmdarıdır və bu ərazilərdə hökmdarlıq elədiyinə görə buna deyirlər Rumlu hökmdar. Bax, 3 şey yadda saxlayaq burada. Özü əslən doğma vətəni, yəni anadan olduğu yer Makedoniyalı idi, 1. İkincisi, Yunanistan dövlətinin, yəni belə deyək, hakimi idi, hökmdarı idi, 2. Üçüncüsü də ki, bu ərazilərdə hökmdarlıq edən şəxslərə deyirlər Rumlu hökmdar. Nə dedilər? Rumlu hökmdar dedilər. Və bu Feyləqus ədalətli hökmdar olub. Feyləqus ədalətli hökmdar olub. Feyləqusun babasının, ulu babasının adı olub Eis İbn İshak. Bu o qədər ədalətli hökmdarı idi ki, Feyləqus. Feyləqus kimdir? İskəndərin atası. O qədər ədalətli hökmdar olub ki, həmin bu ədalətin nəticəsində günlərin bir günü bundan heç kəs narazı olmuyor. Hətta buna 2 dənə xalq tabi idi. Rumla Ruslar. Özü Rumla Ruslar buna tabi idi, ədalətinə görə. Ədalətli bir hökmdar idi Feyləqus. Rumla Ruslar buna tabi idi. Özü isə İran hökmdarı Daraya xərac verirdi. Çünki Dara istəyirdi ki, özündən həm hökmdarlığı, həm şahlığı, həm tacı kimdənsə üstün olsun, Feyləqusdan üstün olsun. Ona görə Feyləqusdan həmin bu şəxs, Dara, tarixdə də keçdiniz, həmin Daradır. Dara Feyləqusu yanına elçi göndərir. Hökmdarın yanına elçi göndərir. Və elçiyə qeyd aparır, elçiyə belə bir söz deyir. Elçiyə deyir ki, gedərsən həmin bu kimin yanına? İskəndərin atası Feyləqusun yanına. Ondan xərac alarsan. Əgər xərac verməsə, müharibə elan edərik. Feyləqus da ağıllı hökmdar idi. İstəmirdi ki, Dara ilə savaşsın. Ona görə Daraya xərac verir. Bax, bu testlərdə həmişə düşür. Daraya xərac verməklə öz ölkəsini müharibədən xilas edən kim olub? Feyləqus. Feyləqus bir ədalətli hökmdardır. Və bizdə göstərilir ki, Feyləqus, İskəndərin atası olan Feyləqus, ədaləti o qədər idi ki, hətta belə deyək də, bunların qoyun quzularının yanında, qurtca belə gəlib gedirdi, belə deyək də, məcazi mənada. Yəni, qurtlar bunun qoyunlarına toxunmurdu, yəni o qədər ədalətli bir şəxs olub. Bunları yadda saxlayaq. Hökmdarların sayı ən çox işlənən əsərlərimizdən biri bu əsərdir.
Feyləqusun sarayında bir xanım yaşayırdı, adını vermirlər. Həmin xanımdan bunun bir övladı olur, Feyləqusun övladı olur. Və övladı olanda bu cümləyə daha diqqətli olaq. Münəccimlər, kim? Münəccimlər. Münəccimlər burada fala baxırlar. Bizdə tezdə düşsə ki, münəccimlər harada fala baxırlar? Deyəcəksiniz ki, münəccimlər fala baxırlar İskəndərin anadan olduğu vaxtı. Yəni həmin vaxtı. Anadan olduğu vaxtı münəccimlər fala baxırlar. Fala baxıb görürlər ki, dünyaya gələcək həmin bu şəxs, yəni İskəndəri deyək də, həmin bu şəxs gələcəyi parlaq bir adamdır. Gələcəyi parlaq bir adamdır. Hətta biz orijinal kitablarda bizə deyək, lirik haşiyə belə deyək, lirik ricət haşiyə çıxsa, İskəndər əslində şir bürcündən olur, əsəd bürcündən olur. Və İskəndər dünyaya gəlir və qısa zamanda, təbii ki, biz əsər keçiriksə, burada qısa zamanda böyüyür. Hətta bunun böyüməyi bizə görün, hansı mübaliğə ilə veriblər. Beşikdən bu adam, bu bir adam beşikdən. Beşikdən, beşik, körpədir da bu. Yəhərə, yəhər nədir? Atın belinə. Beşikdən yəhərə qalxdı. Yəni beşikdə bu uşaq 1 yaşında olub, 1 yaşından birbaşa atın üstünə çapmağa başlayıb. Bu təbii ki, həddən artıq şişirtmədir. Bax, İskəndəri bizə belə təqdim edirlər ki, İskəndər belə olacaq. Həm uşaqlığında belə olur, həm də gələcəyində. Bu dediyim hissiyə qədər siz oxuyacaqsınız 10-cu sinifin dərsliyindən. İndi dediklərimi oxuyacaqsınız PDF-dən. Yəni ayrıca hissə var, ayrıca hissədən oxuyacaqsınız. Başladıq həmin o ayrıca hissiyə. Görək ayrıca hissə necə başlayır? İskəndərin təlim alması. İskəndər təlim alır kimdən? İskəndər təlim alır həmin dövrdə ən məşhur alim olan Niqumaşdan. Adı belə olur. Adı necə olur? Niqumaş. Niqumaş dünyaca tanınmış bir alim olur da belə deyək. Və həmin şəxsdən İskəndər təlim alır. Niqumaş buna 2 şey məsləhət verir. Təbii ki, öyrətdikləri çox şeydir, amma bizə testlərdə düşəndə 2 məsələni bizə deyir. Görə hansı məsələlərdir? Birinci məsələ, Niqumaş İskəndərə dərs verəndə, dərs keçəndə deyir ki, heç vaxt qızıla gümüşə bənd olma. Bunu əzbərləyək bir dənə bu cümləni. Deyir ki, heç vaxt qızıla gümüşə bənd olma. Bənd olmaq bilirsə nədir? Sevmək. Yəni bənd olma deyir qızıla gümüşə. İkinci nə deyir? İkinci deyir ki, mənim oğlum Ərəstu var. Tarixdə yəni bilirsiniz, dünyada Aristotel adı ilə tanınan Ərəstu. Ərəstun yox ha, bizdə adam adı var Ərəstun, sonunla bitən, o deyil uşaqlar. Ərəstudur, düz həmin sözlə eynidir. Sadəcə bizlərdə Ərəstun deyirlər, Ərəstun da deyirlər. Amma burada Ərəstudur adı. Yəni bilin ki, Ərəstu kimdir? Aristotelin eynisidir. Deyir ki, mənim Niqumaş deyir, mənim oğlum Ərəstunu deyir, özünə deyir, vəzir seçərsən. Hər işdə ondan tədbir görərsən. Bu görək Ərəstu kimdir? Ərəstu. İskəndərlə həm yaşıdı idi, yaşları eyni idi. Həm də dərs idilər. Eyni adamdan dərs almışlar. Kimdən? Niqumaşdan. Niqumaşdan dərs almışdılar. Və atası da, Niqumaş da, yəni Ərəstunun atası da, Niqumaş da buna demişdi ki, İskəndərə demişdi, səndə dövlət vardır, onda isə hünər. Yəni, dövləti idarə edən hökmdar sən oladsan, amma hünərli olan, sözü bilən, sözün yerini bilən kimdir? Ərəstudur. Və bunu deyəndən sonra, təbii ki, bir müddət sonra Feyləqus vəfat edir, ədalətli hökmdar. Ulu babasının adı nə idi? Eys ibn İshaq. Həmin bu hökmdar vəfat edir. Kim? Feyləqus vəfat edir. Vəfat edəndən sonra onun yerinə təbii ki, kim keçir? İskəndər keçir. İskəndər özü olur, hakim olur, hökmdar olur. İndi görək İskəndər təlim aldı, görək İskəndər hökmdarlığa keçəndə nə edir? İskəndər hökmdar olur. Bir, atasından qalan ənənəni davam elətdirir. Görək atasından qalan ənənə nə idi? Atası ədalətli idi, yadınıza salın. Atası ədalətli idi, bir. Atasına 2 dənə xalq tabi idi. Rumlarla Ruslar atasına tabi idi, 2. Üçüncü kimə xərac verirdi? Dariyə xərac verirdi.
İskəndər də müharibə elan eləmək istəmir. İskəndər də kimə xərac verir? Dariyə xərac. Gəlin bu üçlüyə əzbərləyək burada. Kitabda da oxuyanda görərsiniz. Üçlüyə bir dənə baxaq. Birincisi, İskəndər atasından qalan ənənəni davam elətdirir. Yəni, atası neynəmişdirsə, ədalətlidirsə, bu da ədalətli olmağa çalışır. İkinci nə demişdik? Rumlarla Ruslar buna da, atasına da tabi edir, buna da tabi olur. Üçüncüsü, bu isə dariyə xərac verir. Amma atasından fərqli olaraq görək neyinir İskəndər? İskəndər, baxın, atasından fərqli olaraq heç bir sərmayəsizlərdən, kitabda belədir, sərmayəsiz, yəni ticarətdə işləyən, əlində pulu olmayan, sərmayəsizlərdən dirhəm, yəni pul almır. Bir, tacirlərdən bacı eşitmişsiniz, vergidir, tacirlərdən bac almadı. İki, bu ikincisi. Üçüncüsü, dehqan vergisini ləğv edir. Ya bunu da tarixdə keçmişsiniz, dehqan vergisi. Hansı vergini? Dehqan vergisini ləğv edir. Heç kəsdən də xəracı almır. Görürsünüz? 4 dənə fərqli məsələsi var. Üçü belə deyək də, şərti şəkildə. 3 dənəsi atası ilə eynisi idi, amma 4 dənəsi isə burada daha fərqli məsələlər var idi. 4 dənə fərqli məsələ var, bunları da oxuyacaqsınız. Təbii ki, bu da İskəndər də həm təlim almışdı, təlimi güclü idi, həm də qolu da güclü idi. Bayaqları bunu demişdik. Bu adam beşikdən yəhər üstünə, yəni belə deyək də, qılınc atmağı, ox atmağı, qılınc oynatmağı, at çapmağı da öyrənmişdi. Yəni uşaqlıqdan öyrənən adam idi. Cəsur bir sərkərdə olub, cəsur sərkərdə olub bu adam. Bu şeyləri bilən adam olub. Gəldik növbətiyə. İskəndər taxta çıxandan sonra İskəndərin bayaqlar deyil, Ərəstunu özünə vəzir seçir və hər bir işdə çalışır ki, Ərəstunla məsləhətləşsin. Yəni, müəlliminin dediyin yerdən yetirir. Müəllimi buna nə demişdi? Demişdi ki, 2 şey demişdi, yadınıza salın, qızıla gümşə çox bənd olma demişdi və oğlum Ərəstunu da özünə vəzir seçir. Bunları eləyir. İskəndərin ilk sınağı olur, uşaqlar, zənci hökümdarın, zəncilərin İskəndərin üzərinə qoşun çəkməyi ilə bağlıdır. Zənci hökümdarın. Bizim kitabda, yəni PDF-də də adı verilmir, zəncilərin hökümdarın adı olub Zəngibar. Elə görürsünüz, elə oxşuyur. Zəncilərin hökümdarın adı olub Zəngibar. Zəngibar adlı hökümdar Misirliləri talan eləyirdi. Misirlidən olan məzlumlar, yəni zülmə məruz qalmışlar. Gəlirlər İskəndərin yanına. İskəndərə deyirlər ki, bizə zəncilərin hökümdarı bizə zülm eləyir. Bizi onun əlindən xilas elə. İskəndər razılaşır və İskəndər müəllimi Ərəstunla məsləhətləşir. Yəni, müəllimi deməyək də, vəzir desək daha düzgün olar. Yəni, öz vəziri Ərəstunla məsləhətləşir ki, mən bu zəncilərin şahı Zəngibarla savaşmayayım, döyüş yaparım, yoxsa döyüş yaparmayayım. Bunu deyir. Və müəllimi buna, müəllim deməyədi, yəni vəzir desək daha düzgün olar, müəllimi artıq Niqumaş vəfat eləmişdi və yaxud burada yox idi əsərdə. Dediyimiz Ərəstu, yəni vəziri, həm yaşıdır, həm belə deyək, həm dərsi, eyni sinif doktorları. Buna məsləhət görür ki, bu sənin sınavındır. İndi təsəvvür edin, 2 dənə ordu üzbəyüz gəlir. 2 ordu üzbəyüz gələndə, İskəndər, zəncilərin qoşunun görüb qorxur. Bax, sizə çaşdırıcı ola bilər. Kimsə düşünər ki, burada belə söhbət yoxdur. İskəndər qorxmaz fikirləşərsiniz, düzümü? Heç kəsdən qorxmaz. Amma yadda saxlayın, İskəndərin qorxduğu məsələlər var. Şair Nizami Gəncəvi İskəndəri ideal obraz kimi seçmək istəyib. Amma İskəndərin qüsurları da gizlənir. İskəndərin qüsurları da var ha. 20 yaşında hökümdar oldu. Neçə yaşında peyğəmbərliyə çatdı? 27. Peyğəmbər olsa da qüsurları var, qüsurların qarşıda deyəcəm. Bu şəxs zəncilərin hökümdarından, yəni zəncilərdən qorxur. Zəncilərdən qorxur, onu xüsusiyyətdə saxlayaq. Zəncilərdən bu adam qorxur. Amma bunun
həm yaşıdır, həm dərsi. Vəziri demişdi ki, döyüş aparmaq lazımdır, sənin sınağındır. Və döyüş aparır, ilk döyüşdə qalib gəlir. Zəncilərin hökmdarı Zəngibarı məğlub edir və Misrə gəlir. Misirdə İskəndəriyyə şəhərin əsasını qoyur. Yəni oranı bərpa edir, oranın əhalisini zəncilərin zülmündən azad edir. Birinci ilk sınavdan üzü ağ çıxır. Bundan sonra əli bir qədər güclənir. Çünki buna 2 dənə xalq tabe idi. Rumlarla Ruslar. İndi artıq Misirlilər də buna tabe olur. Çünki Misirliləri xilas edib də belə deyək. Böyük bir dərddən bəladan xilas edib. Artıq öz tərəfini artırır. Tərəfkeşlərini artırır. 3 dənə ən azından xalq buna tabe idi. 3 xalq buna tabe idi. Deməli, hansı xalqlar oldu? Rum, Rus, bir də ki, Misir. Və növbəti qaydada, yəni növbəti arzularla desək, Daranın İskəndərin üzərində qoşun çıxarması var. Daraya xərac verirdi İskəndər. Amma İskəndər, Dara görür ki, İskəndər güclənib, daha da əlin güclənib. Daha da gücləndiyinə görə Dara istəyirdi ki, xəracları təbii ki, artırsın. Xəracı artırsın. Amma İskəndər də təbii ki, xəracın artmasına razı olmazdı. Yadınızdadsa İskəndər 4 ayrıca islahat keçirmişdir. İslahatlardan biri heç kəsdən xərac almamaq idi. Xərac almamsa, kiməsə niyə xərac verməlidir ayrıca? Və təsəvvür edin ki, Dara İskəndərlə döyüşə hazırlaşır. İskəndər kimlərdən qoşun toplayır? 1. Rumdan, 2. Rusdan, 3. Misirdən, 4. Əfrəncədən. Əfrəncə də burada yer məkan adıdır. Yəqin ki, bu da belə deyək də bizə geniş izahı verilməyib, amma yəqin ki, bu da İskəndərə tabi olan xalqlardan, kömək etdiyi xalqlardan biridir. 4 xalqdan qoşun toplayır. Rum, Rus, Misir, Əfrəncədən. Bu xalqlardan belə deyək, dövlətlərdən və yaxud deyək, buna kömək gəlir və böyük bir ordu yığılır. 600 minlik ordu yığılır. Bu təsəvvürən ordular hər ikisi döyüşə hazırlaşır. İskəndərə bir nəfər, İskəndərə casus, gəlib İskəndərə deyir ki, gəl sən qəfildən hücum elə Daranın üzərinə. Daranın üzərinə qəfildən hücum elə, Daranı öldürəcəksən. Neyirsən də yəni müharibə elan edilir. Müharibədə çox itki olacaq. Darada güclü hökmdar olur. Görə İskəndər deyir ki, yox deyir, mən gecə quldur kimi deyil, mən onun üzərinə hücum eləyə bilmərəm. Həm də İskəndərin məqsədi var idi ki, uşaqlar, Daranı öz torpağından uzaqlaşdırmasın. Yəni, İrandan uzaq salmasın. İranlılar bilirsiniz ki, Kəyan nəsli olub həmin vaxtda. Deyirdi ki, Kəyan nəslə hörmətlə yanaşırdı. Bunun testlərdə sizə düşəcək. Nizami Gəncəvi həm öz xalqımıza, həm də başqa xalqlara necə yanaşıb, hörmətlə yanaşıb. Nizami Gəncəvi əsərdə söhbət edilən xalqlar haqqında müsbət danışıb. Yəni, hörmətlə danışıb. Yəni, burada da uşaqlar, Daranı hökmdar kimi pisləsə də, İran xalqını heç vaxt pisləməz, təbii ki, Nizami. Və bu böyüklərlə hamısı ilə məsləhətləşir. Bütün böyük ordu başqanları ilə, öz belə vəzir vəkili ilə adamlar da məsləhətləşir ki, mən neyniyim? Məsləhətləşir ki, mən neyniyim? Bunun qoşun böyükləri, yaxınları buna deyir ki, sən deyir, birinci müharibəyə qan sən tökmə. İskəndərə deyirlər. Kəyan adətlə, Kəyan nəslinə sən hörmətlə yanaş. İran torpağına hörmətlə yanaş. Sən birinci qan tökmə. İskəndər də gözləyir ki, birinci müharibənin başlamasın. Görsünüz uşaqlar, İskəndər ədalətli obrazdır. Birinci heç vaxt müharibəni başlamaq istəməyib. Bunu da xüsusiyyətdə saxlayın. Və indi bizim kitabda uşaqlar vermirlər. Təbii ki, İskəndərlə Daranın qoşunu qarşılaşır və bunlar döyüş aparıb yorulurlar. Bu hissəni əlavə mən sizə dedim. Günlərin bir günü, yəni döyüşlərin baş verdiyi anda Daranın 2 sərdarı, sərdar qoşun böyüyü deməkdir. Daranın 2 dənə sərdarı, 2 dənə qoşun böyüyü. Daranın 2 dənə qoşun böyüyü. Gəlir İskəndərin yanına. İskəndərin yanına gəlir. İskəndərə deyir ki,
sən bizə xəzinə ver. Kitabınızda da elədir. Sən casuslar da yəni Daranın adamları 2 nəfər gəlir deyir ki, bizə xəzinə ver, pul ver, para ver desən, qızıl ver. Biz Daranın zülmündən, kinindən bezmişik. Zülmkar hökümdardır. Biz onu öldürək. Görək İskəndər nə cavab verir? İskəndər isə burada təbii ki, belə bir cavab verir. Düşməni idi də, Daranı məğlub eləmək istəyərdi. Amma ordusu da, belə deyək, ondan ordu baxımından da zəif ola bilərdi, məğlub ola bilərdi, itirə bilərdi hər bir şeyi. Ona görə İskəndər həmin o 2 nəfərdən, 2 dənə casusla, 2 casusla peyman edir. Yəni saziş olur belə deyək aralarında. Ki həmin o 2 nəfər Daranın həmin o 2 nəfəri casusu, sərdarı kimi öldürsün? Daranı öldürsün. Amma düzü İskəndər inanmırdı ki, bu 2 sərdar gedib Daranı öldürə bilərlər. Şübhə ilə yanaşırdı. Amma burada belə bir məsələ də verilir. Məsələ diqqətlə baxaq. Məsələdə belədir. İskəndərin dilindəndir. Bir yerin dovşanını o yerin tazısı tutar. Hər yerin dovşanını o yerin tazısı tutar. Yəni tazı bilirsə it. İt, ov iti, tazısı tutar. Tazı. Həmin bu da istəyirdi ki, Daranı məğlub eləsin. Və bizə bura qədər veriblər, Dara təbii ki, məğlub olur. Dara öldürülür. Dara öldürüləndən sonra İskəndərin ən böyük düşməni məğlub olur da deyək. Və burada da bir haşiyə çıxım. Yəni mövzumuzla bağlıdır, amma mövzumuzdan bizim kitablarda vermiblər. İskəndər özü İrana gəlir. İskəndər özü İrana gələndə çox yüksək səviyyəli qarşılanır. İskəndər özü İran hökmdarı deyil daha. Amma niyə belə alqışla qarşılanır? Sevinclə qarşılanır. Bunun səbəbi o idi ki, çünki Dara özü zülmkar hökmdar olur. Dara özü öz xalqına zülm eləyib. Xalqı ədalətsiz insanlara, zülmkar insanlara tapşırıb. Xalqı idarə etməsin. Ona görə xalq, İran xalqı kimi alqışla qarşılayır, yüksək qarşılayır İskəndəri. Bunu da sizə əlavə olaraq dedim. Və bundan sonra İskəndər əsərimizin ən mükəmməl səhnələrindən, belə deyək, yerlərindən, süjet xəttinin ən mükəmməl yerlərindən biridir. İskəndər bu yerləri gedib gələndən sonra bir çox ölkələri gəzir və nəhayət gəlir İskəndər Azərbaycana. İskəndərin Bərdiyə gəlmə məsələsi var. İskəndər Bərdiyə gəlir və burada əsərimizdə Bərdənin uşaqlar Hərum adı ilə tanıdır müəllif. Ki, əvvəllər Bərdənin adı olub, Hərum olub, indi isə Bərdə adlanır və bu əsərdə də Bərdə adlanır. Hərum da deyə vaxtı ilə adlanır. Adı nə olub? Adı olub Hərum. Necə olub adı? Adı olub Hərum. Amma indi Bərdədir. Bərdəni cənnətə bənzədir. Yazı da, yayı da, qışı da cənnətdir. Hətta bizim kitablarda yox, yəni 10-cu sinifin dərsində verilməyib, amma digər məsələlərdə bizə bunu veriblər. Digər məsələlərdən biri nədir? Hətta Bərdəni o qədər müəllif tərifləyib ki, burada quş südü tapmaq olar. Yəni o dərəcədə tərifləyib. Və bu Bərdənin hökmdarı, Bərdə hökmdarı olur Nüşabər. Bərdə hökmdarının adı olur Nüşabər. Bu qadın, bu da ədalətli hökmdardır. Artıq sizə danışdırım. 3-cü ədalətli hökmdardır. Yadınıza düşür. İskəndər də ədalətlidir. Onun atası Feyləqus da ədalətlidir. Babası da Eysi bin İshaq, ulu babası. Onun haqqında da demək olardı. Və bu da nəhayət növbəti ədalətli hökmdar olur. Nüşabə xanım. Nüşabə özü dindar qadın olur. Sarayında olanlar hamısı qadındır. Amma bunu ölkəsini qoruyan, Bərdəni qoruyanlar isə 30.000 kişidir, 30.000 qulamdır. Belə şeylər diqqət edin ha. Deməli, bunun sarayında olanlar xanımlardır, qadınlardır. Amma ölkəni qoruyanlar isə, sərhədlərini qoruyanlar isə 30.000 qulamı var buna. 30.000 kişi var burada ki, ölkənin sərhədlərini qoruyurlar. İskəndər gəlib çatır Bərdiyə. Bərdə haqqında belə deyir, baxın.
bu şən ölkə kimindir, kimin? Öz yanında olan adamlardan soruşur ki, bu şən ölkə kimindir? Buna cavab verirlər ki, Nüşabə adlı bir qadındır, ölkəni idarə edən, ədalətlidir, gecələri ibadətlə keçirdir, öz ölkəsini ədalətlə idarə edir. Öz ölkəsini ədalətlə idarə edir. Bu üçün çox qəribə gəlir ki, bir qadın bir ölkəni necə idarə edə bilər? Və bir neçə gün gəldiyi sərhəddə, hələ ölkəyə girmir bax, gəldiyi sərhəddə işrətlə, yəni keyf məclisi qurur İskəndər. Nüşabəyə də xəbər verirlər ki, sərhəddə adam var, sərhədçilər var, 30 min kişi sərhədçi var, qoruyan var ölkəni. Həmin bunlar Nüşabəyə xəbər verirlər ki, İskəndər adlı hökmdar gəlir. Artıq sərhəddədir. Nüşabə İskəndərə çoxlu ləziz yemək içmək göndərir. Çoxlu ləziz yemək içmək göndərir. Təamlar göndərir. Və bundan sonra İskəndər bir neçə gün keyf məclisi qurandan sonra ağlına gəlir ki, özü getsin Nüşabənin yanına elçi kimi. Özü getsin görək bu Nüşabə necə qadındır, necə hökmdardır, necə insandır, ölkəni həqiqətən bir idarə eləyir. Gedir bu. İskəndər geyinir elçi paltarı, üst tutur hara tərəf, üst tutur Nüşabənin sarayına tərəf. Saraya çatanda bunu xəbər eləyirlər. Saraya çatanda buna xəbər eləyirlər ki, bir elçi gəlir. İskəndərin elçisi gəlir. Belə deyirlər. Çünki sarayda olanlar tam tanımırdılar, bilmirdilər ki, kimdir. Elçi libasında gəlir. Deməli, bu elçi libasında gəlir, İskəndər özü gəlir. Gəlir, təsəvvür edin ki, bilirsiniz də hökmdara təzim eləmək lazımdır. Baş əymək lazımdır hökmdara, Nüşabəyə. Bu da elçi libasında gəlir İskəndər. İskəndər gəlir elçi libasında, yaxınlaşır. Bu uşaqlıqdan atası hökmdar olur. Özü də uşaqlıqdan hökmdarlığı görür. Heç kəsə başa mı baxır? Təsəvvür edin, gələn kimi öyrəşib də adam. Gələn kimi gedir birinci taxta. Hökmdarlıq taxtına, Nüşabənin taxtına gedir. Nüşabə desə şübhələnir. Şək edir. Şək yəni şübhə deməkdir. Şübhələnir ki, bu hara gedir bu? Diqqətlə baxanda görür ki, elçinin belində şərti olaraq, rəmzi olaraq qılınc olur. Döyüş qılıncı yox, rəmzi qılıncı olur. Belində də kəmər olur. Çatanda birinci baş əyməlisən, belindəki kəməri, qılıncı çıxartmalısan, çünki döyüşə gəlməmsən. Amma bunların heç birin İskəndər eləmir. İskəndər bunları eləmir. Birbaşa gedir taxta. Nüşabə burada şübhələnir, şək eləyir. Və diqqətlə baxanda İskəndəri tanıyır. Burada sual ola bilər ki, axı Nüşabə İskəndəri harda görmüşdü ki, tanıya bilərdi? Diqqətlə baxanda İskəndəri tanıyır. Və görə İskəndər necə eləyir? Salamdan sonra İskəndər özün elçi kimi təqdim edir. Nüşabə buna deyir ki, deyir, özün özünə elçilik edirsən, özün özünə. Özün özünə deyir, elçilik edirsən, buna deyir. İskəndər burada artıq deyə bilməzdi ki, mən İskəndərəm. Yenə qayıdır təzdən buna cavabında deyir ki, İskəndər deyir. İskəndər dənizdir, mənsə bir çayam. Bunlar misralar kitabda olan kimi deyirəm ki, siz də oxuyanda belə əzbərləyərsiniz. İskəndər nə deyir? Deyir ki, İskəndər elçidir, İskəndər dənizdir, mənsə bir çayam. İskəndər deyir, dənizdir, mənsə bir çayam. Nüşabə deyir ki, yaxşı, elçidə bu cəsarət hardandır? Yəni, hökmdarın qarşısındasan isə, belə bir cəsurluq, cəsarət ola bilər, ola bilməz. İskəndər, yəni elçi görək buna nə cavab verir? Deyir ki, bir tülkü aslandan gətirməz xəbər. Yenə Nüşabə buna deyir ki, günəşi palçıqla suvadın yenə. Günəşin üzünü örtürsən də sən İskəndərsən. İskəndər yenə boynuna almır. İskəndər boynuna almadığına görə kənizlərdən, yəni sarayda olan xidmətçi qadınlara işarə edir ki, bir parça gətirsinlər. İpək parça. İpək parçanı gətirirlər, ipəyi İskəndərə verirlər, İskəndər ipəyi atır.
İpəyi açanda görür ki, öz şəkli var. Sən demə, Nüşabə dünyaca tanınmış hökümdarları vəfat etmiş və yaxud həmin dövrdə yaşamış nə qədər hökümdarlar varsa, hamısını ipəyə çəkdirmişdir ki, saxlasın sarayındakı. Bu neçə illər sonra saraya gələndə bilsinlər ki, doğrudan da belə bir hökümdar olub. İndi baxın, kitab cümləsinə baxın. Bu da ədəbiyyatda gedir, əhval-ruhiyyənin təsviri. Bizlərə testlərdə düşür ki, əhval-ruhiyyənin təsviri hansıdır? Baxın, İskəndər görən neyin yer? İpəyi görəndən sonra belədir. İskəndər deyir, saraldı bir saman kimi. Qorxudan saraldı bir saman kimi. Sığındı Allaha tutulan kimi. Kitab cümləsini misraları yadda saxlayın. Ədəbiyyatda buna deyirlər əhval, ruhiyyənin təsviri. Necə dedilər? İskəndər qorxudan saraldı bir saman kimi, sığındı Allaha tutulan kimi. Dizləri əsərdə. Çünki bir də Nüşabə işarə edən kimi tutacaqlar bunu. Şah getsə ölkə qalacaq mat vəziyyətində. Ona görə İskəndər burada qorxur. Amma Nüşabə görür ki, baxın, İskəndər burada qorxur. Saraldıda yazıb qorxudan. Ona görə deyir ki, buyur deyir, böyük hökümdar deyir, öz taxtım göstərir. Bu evim də, yəni sarayım da deyir, sənindir. Bu Nüşabənin uşaqlar böyüklüyünü göstərir. Nüşabənin böyüklüyünü göstərir. Nüşabə istəsəydi, təbii ki, orada bir dənə işarə eləyərdi, İskəndər orada tutacaqdılar. Amma Nüşabə böyüklük edir. Bir dənə Rizətdən bir dənə şey deyim, haşiyə deyimsə, Nüşabə, Nizami Gəncəvinin, şairin ən sevdiyi, açıq-aşkar rəğbət deyirlər buna, kitab cümləsi ilə. Sevdiyi obraz olub. Nüşabə ha. Və bundan sonra Nüşabə buna cavab kimi deyir ki, mən sənə bu şəkili göstərdim ki, ipəkdə olan şəkili. Mənim də şəklimi aydın görəsən. Burada şəkil amonimdir. Azərbaycan dilinə gedək, şəkil burada amonimdir. Deyir, mən sənin ipəkdə şəklini deyir, göstərdim ki, deyir, mənim də şəklimi, mənim də deyir, xarakterimi aydın görəsən. Və burada məşhur bir misraları deyir. Bu misralardan birini siz qarşıdakı əsərlərdə keçərsiniz. Erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Nə deyir? Erkək tinətliyəm, olsam da, erkək yəni bədənliyəm. Erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Baxın ha. Və bundan sonra da nə deyir? Bundan da sonra deyir ki, aslanın erkəyi dişisi olmaz. Mən də bir aslanam. Özünə deyir qadın. Nüşabə deyir, mən də bir aslanam. Düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Bu misranı yadda saxlayın. Aslanın erkəyi dişisi olmaz. Bilirsiniz hansı əsərdə var? Başqa hansı əsərdə var? Eyni bu misra. Yadda saxlayın. 11-ci sinifdə Səməd Vurğunun Vaqif əsərində də bu misra var. Qarşıma bunu yadda saxlayarsınız. Oxuyanda da yadınızda qalar. Hissəsini də inşallah orada keçəndə deyilər. Bunu da qeyd apardıq, bunu da dedim. Və burada artıq belə deyək, Nüşabə öz yerini, öz taxtını İskəndərə göstərir və yeyib içmək məclisi olur. Nüşabə bütün təamları yığmışdı süfrəyə. Nə istəsə hamısını yığmışdı və 4 dənə də əlavə kasa qoymuşdu Nüşabə yeyib içməyə. Bəli, kasalardan birində qızıl, birində lər, yaqut. Kitabda elə yazmışlar, mən də elə dedim. 4 dənə kasa qoyur. İskəndər kasaların birini baxanda gör ki, içi dolu qızıldır. Nüşabəyə deyir ki, bir ağıllı insan da bu qızılı yer. Ağıllı insan bu qızılı yer, nədir qoymuşsan mənim qabağıma? Nüşabə də deyir ki, əgər bir qızılın boğazdan keçəcəyi yoxdursa, yəni biz qızılı yemiriksə, onun üçün bu vuruşmaq, çarpışmaq niyə görədir? Niyə vuruşuruq bir-birimizlə? Buradan Nüşabənin yadda saxlayan mükəmməl sözlər var. Amma İskəndər də, əsərimizin baş qəhrəmanı İskəndərdir. İskəndər isə buna deyir ki, sözün o zaman doğru olardı ki, özün bu daş qaşdan qaçaydın özün. Nüşabə
əli, boynu, yanın qulaqları sırğı ilə, qızılla dolu olur. Üzü ilə dolu olur. Və süfrədə də hər təam var idi. Özü də 4 dənə qaba qızıl yığmamışdı. İskəndər də buna yaxşı cavab verir. Yaxşı cavab verir. Deyir ki, sözün o zaman doğrulardı ki, özün bu qızıllardan qaçaydın deyir. Amma İskəndər təsdiq edir ki, sənin dediklərin doğrudur. İskəndər təsdiq edir ki, sənin dediklərin doğrudur. Mənə mərdiliyin yolunu göstərirsən. Nəyi göstərirsən? Mərdiliyin yolunu göstərirsən. Mən misralardan deyirəm ki, kimin yadından çıxırsa uşaqlar, ən azından bir YouTube'dan bu günə qismət olsa yerləşdirsək, orada həmin hissəyə bir dənə baxın. Ziyan olmasa, ötürdüm bir dənə həmin hissəyə bax ki, gör müəllim orada nə dedi. Yenə də İskəndər buna deyir ki, sən mənə mərdiliyin yolunu göstərirsən, düzlüyü göstərirsən. Və yeyib içməkdən sonra İskəndərlə Nüşabə arasında peyman olur, yəni sözləşmə olur. Sözləşmədə 2 şərt olur. Biri bizim kitabda verilir. Şərt bundan ibarətdir ki, İskəndər Bərdiyə hücum eləməyəcək, yəni heç bir talan eləməyəcək. İkincisi də ki, kim Nüşabənin ölkəsinə hücum eləsə, Nüşabəni onun əlindən xilas eləyəcək. Bu ikinci məsələ orijinal, yəni bütöv əsərimizin bütöv hissəsində var. Bu bizim kitablara, bizə olan PDF-də verilmədiyinə görə demirəm. Və İskəndər deməli peyman bağladı ki, mən Bərdiyə heç bir zərər vurmayacam. Və buradan da gedir. Yəni buradan da artıq buranı tərk edir. Buranı İskəndər Bərdəni tərk eləyəndən sonra təbii ki, bir neçə əraziyə də gedir. Bir neçə əraziyə gedir və bununla da öz hökmdarlıq belə deyək, missiyasını neyniyir? Bitirir. Bax, bizdə də əsərin birinci hissəsi, şərəfnamə hissəsi bizə düşəcək qədər, bu hissəyə qədər verilir.